Herkesin günü aydın olsun. Sabah hayırlı uğurlu olsun. Bizler de içinde. Amin. Çöl tarafta ektiğim pomidorlar kızarıp. Maşallah. Bugün dolma pişireceğim. Ona göre bu güvertelerden yığıram. Bunlar doğu yatanda çok geçenli olur. İnteresli de dadı olur. Biz sevirik. Uşaq vaxtı bizde kənddə tarlalarda olurdu bu. Ekin sahələrində bitirdi bunlar. Yığırdılar geçenk bundan. Hem qovururdular, hem doğuya atırdılar. Geçenk olurdu. Kalanını da belə yolacağım, toyuqlarımızı atacağım. Toyuqlar yesin, yazıqdılar. Göyərti yoxdur. Yay olanda biraz göyərti qıtlaşır. Zaten nane de var. Ama həyətdə var, həyətdən yığacağım. Bunu da koyun bura, götürəcəm. Lərimi de bir dəfə biçmişik. Qurutmuşuq 2 dəfə, daha doğrusu. Bir dəfə də vermişəm o buraya gəlinimə. Qurudub. Maşallah. Yine de pührəliyir qəşəngcə. Yığacağım biraz doğuya tökməyə. Biləncik təzə nane. Çox dadlı olur doğada. Həm də müalicəvidir. Yığdım qəşəngcə. Bu mənim doğğa göyüm. Bax, pazı yarpağı. Şah pencərinin xırdası, nane, şah pencərinin böyüyü, yarpız, həyətdə, o bir həyətdən də pərpətörü yığacağım, doğu eləyəcəm, Allah'ın izniyle. Bu da mənim lobyam, bu da mənim toyuqlarımın göyü. Torpaqdan 3 cür ərzaq götürdüm. Həm toyuqlarım yiyəcək, yumurtlayacaq, həm özümüz də yiyəcəyik, doğğa pişirəcəyik, ondan sonra yemeği pişirəcəyik, qidalanacaq. Allah'ın verdiği nimetlere sonsuz şükürler, həmdlər olsun. Amin, amin, amin inşallah. Pencəri, bax, böyük şah pencəri. Buna deyirdik biz, bunları belə yığırdı nənələr özəydi. Bax, yumuşaqdı, belə qəşək qovururdular. Bunun mən toxumunu saxlayacağım. 1-2 qanatlarını qıracağım. Çox dadlı olur. Çok qəşəngdir. Burada da qəşəng pərpətüyüm var. Bunlardan da qırıb doğuya qatacağım. Çok qəşəng. Bitib. Allah qurban olum. Toxumun səpbəmişik, eləməmişik. Özündən bitib verib nimət. Şükür. Verdiği nimetlere sonsuz şükürler olsun. Amin. Burada da var. Maşallah bitipler. Qəşəng, çox da qəşəng. Çox da qəşəng. Bir-iki də petruşka qanadı qıracağım. Hər göydən olsun. Biraz da bu tünk naneden kıracağım. Kökünden çıktı. İyi büyüyor. Şükür Allah'ın verdiği nimete. Bir tane de ağrı yıhan kırıp atacağım. Ağrı yıhan da etri geçenk olur. Reyhanlarım sabahda. İnşallah yaxşı olarlar. Ben yığdığım bax bu göyərtiləri yudu gözəl gəlinim. Qəşəng. Doğradı. Biz biraz iri xoşlayırıq göyərtilərin qaşıqda. Rəhmətli qoca nənəm deyirdi ki, qaşıqda sallansın. Doğru elədik, qalanı da yuyub, doğru qurudub, doğrayıb, paketləyib atacağıq soyuducuya. Bu göyərtilər məsəl üçün üzük payıza doğru, yay sovuşduqca bunlar olmayacaq. Çox gözəl olur. Çox qəşəngdir. Çox da 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 qəşəngdir. Çox da
Ona görə bunlar əlimizə düşdükcə, yəni bağda, bostanda bitənlərdən yığıb, paketləyib atırıq. Yarpızdır, nanədir, qurusu da ola bilər. Hələ ki var. Bunlar pöhrəliyir yerindən. Amma bu göyərtilər şah pencəridir, unlucadır, məsəl üçün pərpətöyündür. Bunlar olmur. Ona görə bunları biz belə yığırıq, bu şəkildə yuyuruq, quruduruq, doğrayıb, paketləyib, soyuducuda saxlayırıq. Doğğa bişirəndə bu pencərlərdən də atırıq içinə, bu göyərtilərdən də atırıq içinə. Biz buna pencər deyirik kətdə. Uşaq vaxtı nənələrimiz belə yığırdı, sahədən, bostandan, bağdan, tarladan yığırdı, gətirirdilər, belə doğğa bişirirdilər, qovururdular, ayranlaş eləyirdilər. Çox da ləzzətli, dadlı olurdu. Ona görə hər şeyin dadı, ləzzəti onun üçün deyir ki, keçmişdə qaldı. Allah keçib gedənlərimizə rəhmət eləsin, qalanlara can sağlığı. Əkib, becərib, əziyyət çəkib, yığıb, istifadə eləyənlərə də can sağlığı versin. Ağız dadı ilə yemək nəsib qismət eləsin. Amin. İmamlarımızın 7-sidir, həm də cümə axşamıdır. İmamlarımızın ehsanında olsun, Kərbəla, İmam Hüseyin ehsanında olsun, Kərbəla şəhidlərinin ehsanında olsun. Allah Yezidə, kafirə, Şimrə, Maviyyənin, Erməniyə, Yezidə, şeytandan lənət eləsin. Rəhlət olsun onlara. Amin. Tuzuna, dadına baxın, deyəcəm. Çox qəşəngdir. Allah qəbul eləsin ihsanımızı. Azacıq duz atacaq. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Urfu cənnəti ehsanı qəbul. İmam Hüseyin əleyhissalam, Kərbəla şəhidlər adına. Amin. Yezidə kafirən lənət olsun, Allah'ın ehsanında olsun. Amin. Biz keçmişdə nənəm böyük qazanda pişirirdi, açıq ocaqda pişirirdi. Pencəri çox, göyərtini çox doğramırdılar. Deyirdilər ki, qaşıqda qoyun sallansın. Belə qaşıqda isirdilər, xoşları gəlirdi. Bax, belə mən nənəmi sulu eləyirəm. Allah nənəmə də bugünkü gündə rəhmət eləsin, məkanı cənnət olsun. Atama, anama, nənəmə, babama, cəm ocağımızdan rəhmətə gedənlərə, cəm ölənlərə, başda imamlarımız, peyğəmbərlərimiz, Kərbəla şəhidləri, Qarabağ şəhidləri, cəmi şəhid, şəhidələrimiz, 14 məsum, məsumələrimiz, əhl-i beyt olmaqla, amin.